Salam əziz uşaqlar, bu günləri Qasım bəy Zakirinin həyat və yazı haqqında məlumat verəcəyik. Deməli, Zakir 1784-cü ildə Qarabağ mahalının Şuşa şəhərində anadan olmuşdur. İlk təhsilini Mollaxanada almış, ərəb, fars dillərini öyrənmişdi. İlk şeirlərini digər sənət yoldaşları kimi Füzulinin yaradıcılıq təhsilatına yazmışdır. Ümumiyyətlə, Zakir həm də ictimai xadim olmuşdur. Qarabağda edən bütün prosesləri izləmiş, haqsızlığın baş alıb getməsinə dözə bilmirdi. Elə buna görə də Çar hakimiyyətinin rüşvətxor məmurları, ədalətsiz bəy və mülkədarlar, ikiyüzlü ruhanilər, ona amansız satira, ümumiyyətlə həmin insanları öz satirasında nə etmişdi? Tənqid etmişdi. Yazdığı şeirə görə günahlandırılır və həbs olunur. Sonradan dostlarının köməyi ilə həbsdən azad olunur və 1857-ci ildə vəfat edir. Yaradıcılığa yazdırılsın ki, uşaqlar lirik şeirdən başlayıb əsərlərini həm lirik, həm də epik növdə yazmışdı. Həm əruz, həm də hecə vəznindən istifadə etmişdi. Yalnız nəzmlə yazmışdı. Satirik poeziyanın formalaşmasında 3 nəfərin adı hallansa, onlardan da biri Zakirdir. Əsərlərində həm beytdən, həm də bəndlərdən istifadə edib. Yazdırılsın ki, uşaqlar lirikasında həm klassik şeir, həm də aşıq şeir üslubunda yazdığı qoşma, gəraylı, təznis, qıfılbənd, müxəmməs, müstəzat kimi şeirlərdən istifadə olunur. Ümumi yaradıcılığı, yəni şeirlərini iki qismə bölmək olar. Birinci qism şeirlərdə insanın gözəlliyi və həqiqi aşıqın təmiz məhəbbətindən söz açır. İkinci qism şeirlərində isə dövrün ictimai eybləri, əxlaqi mənəvi qüsurları tənqid olunur. Zakir Azərbaycan ədəbiyyatında məşhurlaşdıran yazılarsın ki, onun satiralarıdır. Şairin satiranın bir cərəyan kimi formalaşmasında böyük xidməti olmuşdur. Şairin yaradıcılığında uşaqlar təbii ki, lirik növünə yanaşı epik növdə müraciət edib, mənzum hekayələrin xüsusi yeri vardır. Mənzum hekayələrindən Məlikzadə və Şəhsənəm aşiqin taam bişirməyi, bunlar məhəbbət və evlilik mövzusundadır. Dəvəsi itən kəs, tərlanlar və elçilər, bunlar tərbiyə mövzuda yazılmışdır. Dərviş ilə qız, həyasız dərvişlər haqqında isə bunlar satirik tənqidi mahiyyət daşıyan əsərlərdir. Zakirin bir isə təmsilləri də var yazdırılsın. Hansı təmsillərdə? Tülkü ilə qurd təmsili var. Bir də aslan, qurd və çaqqal təmsilləri var. Burada da zülm və zorakılığın əleyhinə çıxmış, hilə satqınlığı pisləmişdir yazdırılsın. Şairin yazdırılsın ki, təmsilləri gəncləri fədakarlıq, sədaqət kimi gözəl aşlayan qiymətli nümunələrdir. Şair əsərlərində ana dilimizin imkanlarından mükəmməl və məharətlə istifadə etmiş. Qoşa sözləri ilk dəfə bunun yazımında görürük. Sallana, baxa, xuma kimi sözlərdən istifadə edilmişdir. Şeirlərində yazdırılsın ən çox sadə xalq danışıq dilindən üstünlük vermişdir istifadə etməyə. Atalar söz və məsəllərdən ustalıqla istifadə etmişdir. Şeirlərindən biri var uşaqlar, Badi Səba mənim dərdi dilimi. Bunu dedin nə dedi adı ilə də adlandırırlar. Badi Səba mənim dərdi dilimi, ol bütü zibaya dedin nə dedi? Ah-ı naləm asimana yetdiyin, gəldəni minaya dedin nə dedi? Düşüb ayağından sən o zalımın, söylədinmi necəliyin halımın? Onun həsrətindən rəngi alımın, döndüyü heyvaya dedi nə dedi? Görsəydin varmı məndən bimarə, nüsxə-i hüsnündə onun biçarə, dildə istiraba, təndə buxarə, sərində sevdaya dedin nə dedi? Qəm əlindən payı bəstə olduğum, hal pərişan dil şikəstə olduğum, bəstər möhnətdə xəstə olduğum, gözləri şəhlaya dedin nə dedi? Sərasər fələyin şəmsü malına, tamam yer üzünün qibləgahına, Zakirin əhvalın xublar şahına, ağlaya-ağlaya dedin nə dedi? Dedin nə dedi? Sual-cavab əsasında formalaşmış bir şeirdir yazdırılsın. Əsər lirik növündədir uşaqlar, heca vəznində, qoşma janrında yazılıb. Dördlük şeir şəklindədir, tərənnüm əsasında yazılmışdır. Son mədddə müəllifin adı qeyd olunub. Dərin məhəbbətlə sevən aşiqin sevdiyini yüksək qiymətləndirir və onu büt-i-ziba, büt bilirsiniz ki, Allah deməkdir, ziba da gözəllik Allah adlandırır. Lakin aşıq sevsə də o sevgilisin günü xoş getmir, sevdiyindən xoşüz, mehriban rəftar görmür. Buna görə də ah naləsi göyə çatır. Həsrətdən heyva kimi saralsa da, xəstə düşsə də yazarasın ki, ümidsiz deyildir. Testlərdə çox vaxtı bu hissəsin səhv qoyurlar uşaqlarsın.
Yeryüzünün qibləgahı saydığı sevgilisindən şad xəbər alacağına inanır və bu günü səbirsizliklə gözləyir. Qoşma səhər yerinə Badi Səbaya müraciətlə başlayıb. Şeir boyu təzaddan istifadə olunub yazılırsan. Aşıqın kədər və həyəcanı ilə sevgilisinin gözəlliyi qarşılaşdırılır. Yenə testlərdə siz çaşdırırlar. Aşıqın kədər və həyəcanı ilə sevgilisinin daxili hissləri, hiss və həyəcan qarşılaşdırılır. Qoysa səhv cavabdır. Sevgilisinin gözəlliyidir. Bunu eyni ilə biz görmüşdük Dəhnamə əsərində Şah İsmayıl Xətainin Dəhnamə poemasında da görmüşdük. Lirik qəhrəmanın sevgilisi ilə məşuqanın gözəlliyi qarşılaşdırılır. Fikri yanlışdır. Bax, diqqətli olun. Lirik qəhrəmanın sevgilisi ilə məşuqanın gözəlliyi qarşılaşdırılır olsa əgər, nədir? Yanlışdır. Aşıq ümidsizliyə düşmür. Lirik qəhrəman səhər küləyində sevgilisinin necə olduğunu soruşur. Fikri yanlışdır. Yazıda qalsın. Aşıq sevgilisinin ona soyuq münasibətini bədxah adamlarda fikir görür. Bu da yanlışdır. Məşuqa obrazına yer verilir. Fikir. Bu da yanlışdır. Lirik qəhrəman duyğularını heç sizə açmır. Fikir də yanlışdır. Ən azı Badi Səbaya deyir. Şeirin sonunda aşıq dərin hisslər keçirir. Fikir yanlışdır. Məşuqanın ayağına düşən aşıq öz halını bəyan eləyir. Fikir yanlışdır. Aşıq sevgilisindən rədd cavabı almır. Belə bir fikir yoxdur. Aşığın rəqibi olmazsa fikri yanlışdır. Bunlar hamısı yanlış fikirlərdir. Bunlarda diqqətli olasınız. Sonra uşaqlar, ikinci şeirimiz bəyanlar dedik ki, Zakir Bakıda bilirsiniz ki, sürgünlü olub. Durnalar şeiri sürgünlü olarkən yazılıb. Bir saat havada qanad saxlayın, nizam ilə gedən qoşa durnalar. Qatarlaşıb nə diyardan gəlirsiniz, qaqqıldaşar, qaqqıldaşar durnalar. Mən sevmişəm onun ala gözünü, nəsib ola bir də görəm üzünü. Yoxsa danışırsınız dilbər sözünü, veribsiniz nə baş-başa durnalar. Diyar-ı qürbətdə müddətdir varam, gecə gündüz canan deyib ağlaram. Mən də sizin kimi qərib zaram, eyləməyin məndən haşa durnalar. Laçın yatağıdır bizim məkanlar, yavaş-yavaş gedin səsiniz anlar. Qorxuram toxuna ötən zamanlar, sürbəniz dağılıb çaşa durnalar. Zakirəm ot tutub alışdı cigər, var isə canlanan sizdə bir xəbər. Təğavül etməyin Allahı sevər, dönməsin bağlınız daşa durnalar. Bu da uşaqlar durnalar ümumiyyətlə yazılırsanız bu ədəbiyyatında qəriblik vətən həsədi mövzusundadır. Bilirsiniz ki, bundan əvvəl də biz Vidadin yarazanda durnalar şeiri görmüşdük. Əsər lirik növdə heca vəznində və qoşma janrında yazılıb. Şeir vahidi bənddir, 5 bənddən ibarətdir. Müəllif adını çəkir, ancaq özünə müraciət etmir. Əsər ictimai mövzuda yazılsa da, məhəbbət mövzusuna da yer verilib burada yazılsın. Durnalar sözü rədifdir. Əsər rədif əsasında adlandırılır. Şeirin bütün bəndində demək olar ki, durnalara müraciət olunub. Bayaq da qeyd etdiyimiz kimi, müəllif şeiri başda sürgünlü olarkən yazıb. Durna obrazı Azərbaycan ədəbiyyatında qəriblik, vətən həsədi mövzusundadır. Şeirdə təkcə vətən həsədi yox, ciddi ictimai mətləblər də öz əksini tapır. Deyir, yavaş-yavaş uçsun səsini alırlar. Laçın yatağıdır bizim məkanlar, yavaş-yavaş uçsun səsini alırlar. Və Laçın yatağıdır bizim məkanlar deyəndə ictimai mətləblər də öz əksini tapır. Şairin gizli niyyəti də bu əsərdə özünü göstərir. Əsər yazılsın ki, Mirzə Fətəli Axundzadəyə müraciətlə yazılmayıb, testlərə çox-çox düşür bu. Gecə gündüz canan eşqi ilə ağlayan lirik qəhrəman ayrılıqdan xəstə hala düşüb yazılsın. Digər durnalar şeirindən ictimai məzmununa görə fərqlənir. Daha kəskin məzmunda yazılmışdır. Laçın yuvası bizim məkanlar deyəndə Laçının şanlının gözəlliyi canlandırılmış. Şairin burada gizli niyyəti var. Durnalara müraciət edir ki, bizim yerlər ovçu quşların məskənidir. Ehtiyatlı olsunlar. Şeirdə ciddi ictimai mətləblərə üstü örtülü işarə öz əksini tapmışdır.